doğru şəhadət. Sonra İsa yenə xalqa dedi: Dünyanın nuru mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək. Həyat nuruna malik olacaq. İsa öz şagirdlərinə belə demişdi: Aranızda sülh qoyub gedirəm. Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın. Məhəbbətin qüdrəti. Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və danqıldayan sincəm. Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm. Əgər bütün var dövlətimi paylayıb, yoxsulları doydursam və bədənimi oda təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur. Amin.